81-ci ildə bu 14 sayılı vəkil bürosudur, bu bürodayam. Əvvəl bura, lap əvvəl 77-ci iləcən Nərimanov rayon məhkəməsinin bir zalı idi. Və burada çox vaxt ölüm işləri olanda, ali məhkəmə, bu icra işləri olanda gəlib burada baxırdılar. Universiteti qutaran kimi. Mənim təyinatla göndərəndə vəkilliyə və birinci dəfə həmin o otaqda, indi müdürün otağıdır. O vaxt o tərəfdən idi giriş, rəisət həyəti orada yerləşirdi. Və binanın yalnız bu otaq 14 sayılıya verilmişdi. Ora kollegiyanın idi. Və mənim üçün ona görə əzizdir ki, arxa qapıdan ora giriş var idi, indi ora qapını bağlayıblar. Həmin otaqda məni vəkilliyə qəbul ediblər. Əvvəl stajyor, sonra bir müddətdən sonra vəkil kimi. Ona görə desəm ki, bura mənim doğma evimdir, mənə elə gəlir ki, mən heç yanılmaram. Bilirsiniz, əgər desəm tarixdir, kimlər bura gəlib, bunu da deyəcək ki, bu vəkil sirri deyil, mən demək istəmirəm. Amma bu büronu hamısı tanıyırlar. Özü yadından çıxmaz, kollegiya köçəndə buranın qapısı açıldı və oradan stollar verildi bura və bizimlə sağollaşdılar. Bütün bura hamısı kollegiyanın idi. Burada olanın mühasibatlığı idi. Bütün kollegiyanın işləri bu büro. Buradan qapı var idi. Qapıdan girdim və məni bu otaqdan yola saldılar otağa və orada vəkilliyə qəbul elədilər. Bu divarlar da hamısı o qədər əzizdir. Siz özü burada necə vəkillər olub. Allah onları rəhmət eləsin, dünyasını dəyişənləri.